Trump ora əli boş getmir. Trump Çinə çox güman ki, müəyyən təkliflərdə gedir və Çini İrana dəstək verməkdən çəkindirmək, əldə etdiyimiz məlumatlar, mətbuatın yazdığı məlumatlar bunu deməyə əsas verir ki, Çin birbaşa da olmasa, üçüncü ölkələr vasitəsilə, yəni dolayı yolla İrana hərbi dəstək göndərir və hərbi dəstək verir. Bunu biz həm də o İranın bəzən raketlərlə Körfəz ölkələrində, o cümlədən yerləşən həm o ölkələrin öz müəssisələrini, həm hərbi müəssisələrini, həm də Amerikanın demək regionda yerləşən hərbi bazaların vurulmasında Çinin müəyyən dəstəyi var. Çünki bu məlumatların ötürülməsi məsələsi var. Düzdür, burada Rusiyanın rolundan danışılır, amma biz şübhə etmirik ki, bu məsələlərdə Çinin də xüsusi rolu var. Heç şübhəniz olmasın ki, Trump hər hansı bir biznes təklifi ilə Çinə gedir. İran üzərindəki problemləri çözmək üçün biznes təklifi ilə gedir. Mən bunu mətbuatda bu fikirləri səsləndirmişəm. Bir gün də fürsətdən istifadə edib sizin efir vasitəsilə hörmətli tamaşaçılarımıza çatdırmaq istəyirəm. İndi İran nefti müharibəyə qədər Çinə təbii ki, diskontla satılırdı. Ümumiyyətlə, sanksiyalar səbəbindən diskontla, yəni güzəştli qiymətlərlə satılırdı. Və İranın düşdüyü durumda bu qiymətləri yəqin ki, Çin tərəf biraz da öz təşəbbüsü ilə yendirmişdi aşağıya. Amma bütün bunlara baxmayaraq hesab edirəm ki, Trump Çinə daha maraqlı, bundan daha maraqlı təkliflərlə gedəcəkdir. Məsələn, deyək ki, Çinə belə bir təklif irəli sürülə bilər ki, İranla problem həll olunandan sonra siz yaxın bir 2-10 il ərzində Çin neftini şərti deyirəm bunu, bir 50% güzəştdən alacaqsınız. Dünya bazarlarındakı qiymətdən 50% güzəştdən alacaqsınız, ancaq bu yoldan çəkilin, İrana dəstək yolundan çəkilin gedir. Və hesab edirəm ki, böyük güclərin, böyük dövlətlərin ümumiyyətlə böyük ancaq maraqları olur, onların dostları olur. Həyat bunu göstərir ki, böyük güclərin ancaq öz maraqları olur, onların dostu olmur, onların tərəfdaşı olmur. Öz maraqlarının heç bir yaxınlığı, heç bir dostluğu, heç bir münasibəti o şəxsi dövlətlərin maraqlarının ayağına vermirlər. Və kim deyə bilər ki, Çin belə təklifləri qəbul etməyəcək? Və hesab edirəm ki, əgər Çin bu müharibədə müəyyən qədər geriyə çəkilsə, yəni bir addım geri atsa, bu Amerikanın İranla bağlı yaşanan bu müharibədə istədiyi problemin çözməsi üçün yeni bir yol açacaqdır. Amerikanın tələbi nədir? Amerika İranın nüvə dövləti olmasını qətiyyən istəmir və bu yolda hər şey etməyə hazır olduğunu demək bəyan edir. Və bilirsiniz, bu günlərdə tərəflər öz təkliflərini Amerika Birləşmiş Ştatlarına İran göndərdi. Onlar da baxıb dedilər ki, bu təkliflər qəbul ediləsi deyil. Və biz dəfələrlə demişik ki, Züriyyə xanım, mən də dəfələrlə fikirlərimi izhar etmişəm. Bu müharibədə kimsə məğlub olmalıdır. Təbii ki, burada məğlub olunacaq tərəf də İrandır. Burada Amerika məğlub ola bilməz, mümkün deyil. Çünki güclər bir tərəzidə çəkiləcək deyil, ölçülər bir tərəzidə çəkiləcək, imkanlar bir tərəzidə çəkiləcək deyil. Məğlub olacaq tərəf İrandır. Sadəcə olaraq indiki dönəmdə Amerika Birləşmiş Ştatları ki, Hörmüz boğazını əks tərəfdən bağlayıb və bununla da tək İranın neftinin çıxışına qadağa qoymayıbdır. İran Hörmüz boğazı vasitəsilə özünün xarici ticarət əlaqələrinin 80%-ə qədərini həyata keçirir. Yəni, praktik olaraq İran tək neftin satışını dayandırmayıbdır. İranın xarici ticarət əlaqələri donubdur bugün. Bugün ölkənin içərisində mənim bir qədər əlaqələrim var. Bax, dünən də bir fürsət tapıb orada yaxın adamlar mənə zəng elədilər. Həmən soruşdum, o danışmaq imkanı çərçivəsində, yəni zaman baxımından. Tez soruşdum ki, orada qiymətlər necədir? 400-500% dərman preparatlarının qiyməti, ərzaq qiymətləri qalxıbdır. Yəni, onsuz da buna qədər İranda sosial durum acınacaqlı idi. İnsanların həyat tərzi çox pis bir halda idi. İndi təsəvvürünüzə gətirin ki, Amerikanın bu hücumların nəticəsində, İsrailin hücumları nəticəsində İranda çox saylı mülki obyektlər, mülki müəssisələr sıradan çıxarıldı. Əldə edilən məlumatlar onu göstərir ki, bu müharibə fonunda, yəni 73 günlük müharibə fonunda İranda
yenidən milyonlarla yeni işçilər ordusu əmələ gəlibdir. Yəni o məsələlər sıradan çıxıblar, artıq bunlar fəaliyyət edə bilmirlər. Təbii ki, insanlar da iş yerlərini itiriblər. Və iş yerini itiribsə, demək insan ailə büdcəsini itiribdir, gəlirlərini itiribdir. Demək, dünənə qədər mövcud olan azğacaqlı həyat tərzı indi isə dözülməz bir hala gəlib çatıbdır. Bax, indi Amerika Birləşmiş Ştatları İsrail cütlüyünün apardığı siyasətin fəlsəfəsi bundan ibarətdir. Mən hesab edirəm ki, onlar sadəcə olaraq bu yolla İranı elə bir hala gətirmək istəyirlər ki, İranda içəridə yenidən ixtişaşlar başlasın və yenidən o daxildə çatışmalar baş versin və buna da müəyyən bir formada dəstək etməyə hazırdırlar və verilən bəyanatları siz də yəqin ki, mətbuatdan izləyirsiniz. Hətta yerli əhalini silahlandırmaq və onlara bu sahədə dəstək vermək, yol göstərmək və mən hesab edirəm ki, Amerika-İsrail cütlüyü indi bax bu qədər müharibə getdi və indi ki, bir qədər səngiyibdir, danışıqlar gedir sanki, söhbətlər gedir, sülh masasında oturmaq istəyirlər. Bunlar hamısı söhbətlərdir. Sadəcə olaraq zaman baxımından İranın getdikcə çöküşə doğru sürətlə irəliləməsi. Yəni, baxın, içəridə praktik olaraq heç bir xarici valyuta daxil olmur. İçəridə iş yerləri, dediyimiz kimi, milyonlarla iş yerləri azalıbdır və bu tərəfdən də əgər Trump Çinə gedib, Çindən hər hansı bir İrana gələn hər hansı bir nəfəsliyin də bağlanmasına nail olacaqsa, nəticə itibarilə sayılı günlər ərzində İran praktik olaraq öz, belə deyək ki, obrazda dizini yerə qoymalı, yəni kürəyini yerə qoymalı. Mən hesab edirəm ki, artıq düşünülmüş şəkildə bu siyasət aparılır. Əslində, ilk baxışda Amerika Birləşmiş Ştatları İranın Hörmüz boğazını bağlamasından sonra bütün səylərini bir ortaya gətirib Hörmüz boğazını açmalıydı. Amma Birləşmiş Ştatlar bunun əksini elədi. Hörmüz boğazını əks tərəfdən bağladı. Yəni, praktik olaraq o yaxın şərqdəki körfəz ölkələri, ərəb ölkələri hansı ki, Amerika Birləşmiş Ştatlarının tərəfdaşıdır, onların da acınacaqlı bir duruma düşməsini belə yəni normal qəbul etdi də, yəni onda da bir dözüm nümayiş etdirdi ki, baxmayaraq ki, onlar tərəfdaşdılar, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələr, hamısı Amerikanın yaxınlarındalar bu dövlətlər. Amma onların da bu qədər sıxıntıya məruz qalmasına rəğmən boğazı bağladı və məqsəd İranı demək, təslim etdi. İrandakı rejim də bilirsiniz, bu bir ideoloji bir rejimdir. Yəni, dini ideologiya sökənmiş bir rejimdir. Bunlar son nəfəsə qədər biz Amerikaya qalib gələcəyik, biz Amerikanı vuracağıq, biz Amerikanı udacağıq. Yəni, bax, bu fikirləri biz eşidirik və eşidəcəyik, amma bugün praktik olaraq İranın hərbi sənayesinin bir 70-80% sıradan çıxarılır. Hələ mən o digər məsələlər deməm. Hərbi sənayesi, hərbi potensialının 70-80%. İranın demək, hərbi hava qüvvələri yox, İranın hərbi dəniz qüvvələri yox və dediyim kimi o raket sənayesi hansı ki 500, 400, 500 metr dağların altında yerləşib, bəli, ora əl çatan deyil bugün. Amma o məsələlər üçün materiallar istehsal edən, yardımcı ehtiyat hissələri istehsal edən bütün məsələlər praktik olaraq vurulubdur. Yəni, bugün hər hansı bir məhsulları da həmən raket sənayesi üçün deyək ki, Çindən alıb gətirdilər əsasən, Rusiyadan alıb gətirdilər, o yollar bağlanıb. Praktik olaraq nə qədər davam gətirmək olar? Sanki bir nəfəsliklərin hamısı bağlanıbsa, burada belə deyək də, sayılı bir günlərdən söhbət gedə bilər və ya da sayılı həftələrdən söhbət gedə bilər. Və dediyim kimi, İranın içində, daxilində artıq o ideologiya bəli var. 47 il ərzində təbii ki, insanları da ideoloji cəhətdən o rejim hazırlayıbdır. Baxın, bir çağırış edəndə, baxmayaraq ki, insanların həyat tərzi olduqca acınacaqlı bir durumdadır. Dövlət ancaq, rejim, sepah bir çağırış edəndə ki, dövlət təhlükədədir, insanlar gəlib çıxırlar, dövlətin ətrafında birləşirlər. Amma bir gerçək də bundan ibarətdir ki, sabah o insanlar acılıqla üzə qalanda, olum və ölüm məsələsi ortada gündəmdə dayananda artıq orada nə ideologiya işləyəcək, nə rejimin təsirləri işləyəcək, nə sepahın çağırışları işləyəcək, heç nə işləyən deyil. Və hesab edirəm ki, Amerika Birləşmiş Ştatları bugün bunu hesablayır. Bunu hesablayır və o körfəzin də içərisindəki dominantlıq etməsi, boğazı əks tərəfdən bağlaması da
məhz bu hədəfi qoyub ortaya, yəni bu hədəfə xidmət edir ki, bir müddətdən sonra artıq insanlar içəridə baş qaldırsınlar və ona da müxtəlif yollarla yəqin ki, dəstək verməyin variantlarını işləyib hazırlayıblar Amerika-İsrail cütlüyü və hesab edirəm ki, İranın içərisində bir ixtişaşların başlamasını gözləyirlər. Bax, budur, mən düşündüyüm, gördüyüm budur və Çinə də getməkdə məqsəd Çinlə təbii ki, Amerika Birləşmiş Ştatlarının arasında bu, belə deyək də, əbədi tarixi bir müharibədir. Bu, dünya birinciliyi uğrunda gedən bir iqtisadi müharibədir, iqtisadi bir savaşdır. O, nə İranla bağlıdır, nə Rusiya, Ukrayna ilə bağlıdır, nə Qəzza ilə bağlıdır. Bu müharibə olub, var və hələ ki olacaqdır. Yəqin ki, yaxın bir 10 il içərisində hələ bu müharibə gedəcək və sonunda kimin hegemon olduğu bilinəcəkdir. Və bugün Amerika bütün səylərini ortaya qoyubdur ki, İranla məsələni çürütsün ki, o hegemonluq yolunda o birinciliyi əldən verməsin. Əgər İrana Amerika belə deyək də şərti deyək, İrana Amerikanın məğlub olması mümkün deyil. İranın 15-16 milyard dollarlıq hərbi büdcəsi var. Amerikanın bugünkü hərbi büdcəsi 1 trilyon dolların altındadır. Gələn ildə bu olacaq 1,5 trilyon. Dünyanın bütün ölkələrinin hərbi xərclərinin 80%-nin altında olacaq Amerikanın büdcəsi. Yəni, bilirsiniz, güclərin bir tərəzdə çəkilməsi, bir masanın üstündə qoyulması var da. Yəni, İran nə qədər Amerika kimi bir nəhəng bir dövlətə müqavimət göstərə bilər?